Dostlar, biz keçən səfər Qalatiyaların məktubundan oxuyanda deməli müzakirə etdik ki, bəli, Həvari Paul elə bil çaşbaş qalıb və Qalatiyada olan cəmiyyətə, bacı qardaşlara deyir ki, daha doğrusu onları sevimli qardaşlarım adlandırmır, yadınızdadır. Necə deyirdi? Ey ağılsız olan, niyə belə onları adlandırdı? Niyə belə adlandırdı? Ağlınızı itirmişsiniz elə bil. Niyə? Çünki siz əvvəl Məsihi qəbul etdiniz, Məsihdə azadlıq tapdınız, yəni ki, günahlı həyatdan azad oldunuz və birdən yenə də siz elə bil ki, qayıdırsınız əvvəlki keçmiş həyata. Amma daha doğrusu kimsə sizi yoldan çıxardıb, deyib ki, qanuna yəni riayət etməlisiniz. Çünki kim qanuna riayət etmirsə, o xilas ola bilməz. İndi bizi xilas edən Məsihdir ya qanun? Məsihdir. Məsihdir ya qanunun əməlləri? Əlbəttə ki, İsa Məsih. Bəli. İndi gəlin 4-cü fəsil 8-ci ayədən oxuyaq. 8-dən 14-ə qədər. Əzizlərim, kim oxuyar? Oxuya bilərsən əli? Buyur, zəhmət olmasa 8-ci ayədən 14-ə qədər. Əvvəllər Allahı tanımadığınız vaxt təbiətcə Allah olmayanların kölələri idiniz. İndi isə siz Allahı tanıdınız. Daha doğrusu Allah tərəfindən tanındınız. Necə olur ki, təkrarən zəif və dəyərsiz olan ibtidai təlimlərə qayıdırsınız. Yenidən onların köləsi mi olmaq istəyirsiniz? Xüsusi günlərə, aylara, mövsümlərə və illərə riayət edirsiniz. Sizin üçün qorxuram. Bəlkə sizə görə boş yerə zəhmət çəkmişəm. Qardaşlar, sizə yalvarıram. Mənim kimi olun. Çünki mən də sizin kimi oldum. Siz mənə heç bir haqsızlıq etməmisiniz. Bildiyiniz kimi, mən müjdəni ilk dəfə sizə cismən, zəif olaraq vəz etmişdim. Cismani vəziyyətim sizin üçün çətin bir sınaq oldusa da, nə mənə xor baxdınız, nə də məni rədd etdiniz. Hətta məni Allahın bir mələyini, Məsih İsanı qəbul edər kimi qəbul etdiniz. Bura qədər. Çox sağ ol, Əli qardaş. İndi baxın dostlar, əvvəllər deyirsiniz, kim olmuşsunuz? Allahı tanımayanda vəziyyətiniz necə olub? Kölə olmuş. Kölə, yəni qul olmuşsunuz da, belə deyək. Kimə qulluq etmişsiniz? Allahı tanımayın. Amma daha doğrusu nəyə qulluq etmişsiniz? Gəlin belə deyək. Baxın burada nədir? Yox, bunlar bütpərəst insanlar idi. Bunlar Yahudi deyil. Qanuna riayət edən Yahudilər olub. Bunlar isə bütpərəst idilər. Onlar doğrudan da həqiqi Allahı tanımırdılar. Onun qanunu ilə də heç tanış deyildilər. Və başqa bir bütpərəst kimi öz tanrılarına, öz allahlarına qulluq edərək onun, belə deyək də, onların köləsi olub da. İndi də deyir ki, necə olur ki, təkrarən zəif və dəyərsiz olan ibtidai təlimlərə deyir, qayıdırsınız. Qanun haqqında da deyir ki, bu ibtidaidir. Artıq elə keçmişdir. Keçmişdir. Niyə qayıdırsınız? Niyə qayıdırsınız? Axı onlar sizə, sizin xeyrinizə deyil. Heç xeyrinizə deyil. Sonra yenidən onların köləsini olmaq istəyirsiniz. Bir da yadınızdadırsa, bir Peterin sözündən, yəni oxudum. Peter vəz edərək dedi ki, bu əyri nəsildən xilas olun. Yenidən hələ ora qayıdırsınız, deyir. Siz o nəsildən xilas olun. Xilas olun. Şərdən, günahdan, günahlı həyatdan, bu günahlı həyat tərzindən siz çəkinin. Artıq siz günaha yox,
Rəbb İsa Məsih, hansı ki sizi xilas edib, hansı ki sizi bax bu günahlı həyatdan qurtarıb, ona xidmət edin. Və 12-ci ayədən baxın necə yazılıb. Qardaşlar deyir. Onları baxmayaraq ki, onlar İsa Məsih bax bir gün elə bil ki tərk edərək qanunu qəbul edirlər. O yenə də onları qardaş adlandırır. Deyir, qardaşlar, sizə deyir, yalvarıram. Sonra nə? Nə deyir dostlar? Deyir, mənim kimi olun. İndi mən sizə sual vermək istəyirəm, əzizlərim. Həvari Paul kimi biz ola bilərikmi? Deyir, qardaşlar, siz mənim kimi olun. Emin, buyur, necə başa düşürsən? Həvari Paul kimi ola bilərikmi biz? Əlbəttə ola bilərik. Necə? O qanunla yox, İsa Məsihin öz qoyduğu qanunla gedirdi ona görə. Aha, mənim kimi olun. Sonra da deyir, baxın necə yazılıb. Çünki mən də sizi kimiyəm. Daha doğrusu, mən də sizi kimi oldum. Necə oldu? Başqa sözlə, vaxt var idi. Mən elə sizi kimi günahkar deyildim, bütpərəst deyildim. Mən Yahudiyam. Yeri gələndə mən həqiqi Allaha qanun əməlləri ilə xidmət edirdim. Uşaqlığımdan mən bu kəlamı qəşəng bilirdim. Uşaqlıqdan bəri mən dini məktəbi olmuşam. Qamaliyelin deməli məktəbində olmuşam. Ondan dərs almışam. Qanunşünas olub. Farisey olub. Çox gözəl, mən bu Tövrat kitabını bilirəm, əzbər bilirəm. Qanunu deyir, əzbər bilirəm. Və çalışırdım. Səylə mən bu qanunu əməl edim. Amma vaxt gəlib, İsa Məsih mənə açıldı. İsa mənə müraciət edərək mənim adımı məni adla çağırdı. Şaul, Rəbb mənə açıldı deyir. Mən də sizi kimi oldum deyir. Mən o həyatı bir kənara qoydum və mənə açıldı artıq. Mən aydın başa düşdüm ki, mən də sizi kimiyəm. Mənə də xilas lazımdır. Mənim də xilasım İsa Məsihdədir. Qardaşlar, məni kimi olun. Axı, mən də sizin kimi vaxtı ilə oldum. Necə ki, siz vaxtı ilə İsanı qəbul etdiniz və o həyatdan azad oldunuz, eləcə də mən. Siz deyir, mənə heç bir haqsızlıq etməmisiniz. Mənə qarşı nə eləmisiniz ki? Heç nə. Kimə qarşı? Paula qarşı. Dostlar, kimin ürəyi kədərli oldu? Paul. Daha doğrusu İsa Məsihin. Kim ki səni sevir, o kədərlənə bilər. Səni sevməyən ürəyində kədər ola bilməz. Sənə qarşı kədərlə baxmaz. İblis əksinə gülür. İblis yoldan çalışır çıxartsın. Amma İsa Məsih isə kədərlə baxır. Biz onu incidəndə, onun sözünə qulaq asmayanda. Buna görə də burada Həvari Paul deyir ki, mənə qarşı yox, İsa Məsihə qarşı. İsa Məsihə qarşı. Bildiyiniz kimi sonra da deyir ki, indi yadlarına salır ki, necə bunlar tanış oldu. Dostlar, siz bilirsiniz necə tanış oldular? Bax, bu qardaşlar, Qalatiyada olanlar, Həvari Paulla necə tanış oldular? Deməli, vaxtı ilə bir gün Həvari Paul o biri qardaşlarla, Barnaba ilə məsəl üçün, müjdəni yayırdı. Müjdəni yayırdı bir şəhərdə olaraq, o biri şəhərdə, yəni ki, amma bəzi yerlərdə olaraq onları təqib edirdilər. Bir gün əl qolundan tutub Həvari Paulu şəhərdən çıxartdılar. Sən deyirsən, sən yəni ki, bizə yad bir təlim gətirdin. Bu qanunşünaslar deyildi. Və bilirsiniz nə etdilər? Onu daşqaladılar.
Bu bilirsiniz nə deməkdir? Hərəsi, yox, balaca bir daş deyil. Nəhəng daşdan götürərək Nə qədər bacarırsa gətirin. onu daşqalayırdılar. İndi sizcə necə gəldi də indi daşqalı? Sizcə kiminsə daşı bədəninə dəyib, elə deyilmi? Kiminsə daşı üzünə dəyib. Kiminsə daşı gözə dəyib, gözü xarab olub və s. Niyə? Çünki Həvari Paul burada İsa Məsih haqqında vəz edirdi. Və bu vəziyyətdə olaraq onu daşqaladılar və daşqalayanda gördülər ki, elə bil ki, bunun nəfəsi yoxdur. Ölüb. Elə də saydılar ki, bu ölüb. Qardaşlar, orada olan qardaşlar kədərlə yaxınlaşaraq gördülər ki, Həvari Paul heç tərpənmir. Tərpənmir. Amma birdən sonra gördülər ki, Həvari Paul ayağa qalxa bildi. Onun qolundan tutub apardılar evə. Bəli, ona xidmət elədilər. Dostlar, bunu mən hardan deyirəm? Bu Həvarilərin kitabında özünüz də oxuya bilərsiniz. Və bax, bu vəziyyətdə olaraq, çox belə zəif vəziyyətdə, belə pis vəziyyətdə olaraq, bu qardaş, yəni Həvari Paul, Qalatiyada olan bacı qardaşlarla tanış olur. Baxın necə yazılıb. Bildiyiniz kimi, mən müjdəni ilk dəfə sizə cismən zəif olaraq vəz etmişdim. Mən çox zəif idim. Bax, bu vəziyyətdə də buna baxmayaraq, mənim üçün çox çətin idi. Bəlkə gözü də yaralı idi, sifəti yaralı idi, görə bilmirdi və s. Baxın dostlar, deyir ki, mən bu vəziyyətdə sizə vəz etmişdim. Cismani vəziyyətim sizin üçün çətin bir sınaq oldusa da, nə mənə xor baxdınız, deyir, nə də məni rədd etdiniz. Əksinə. Bilirsiniz niyə? Zəif olaraq, bunun bədəni belə bax, bu vəziyyətdə zəif olsa da, ruhən zəif deyildi. Müqəddəs ruh Həvari Paulun vasitəsilə onların qəlblərinə toxundu. Toxuna da bildi. Və bax, orada olan Qalatiyalar ona xor baxmadı. Sonra da deyir ki, hətta məni Allahın bir mələyini, Məsih İsanı elə bil qəbul edərək, bax, siz məni bu cür qəbul etdiniz. Elə bil ki, məni yox, İsanı qəbul etdiniz. Görün, necə də bu Qalatiyalar onu qəbul etdi. Baxmayaraq ki, vəziyyəti çox ağır idi Həvarinin. Doğrudan da çox ağır idi. Dostlar, biz də zəiflikdə cismən olur. Yadınızdadırsa, bir gün mən burada sizinlə yəni toplantıda yığılışaraq ürəyim də xəstə oldu. Mən ayağa qalxa bilmirdim. Yadınızdadır dostlar? Vəz edirdim. Amma Rəbbimə şükürlər olsun ki, heç kəs mənə xor baxmadı. Buna bax, zəif olaraq hələ burada bizə kəlamdan danışır. Yox, mən də Rəbbimə minnətdarlığımı bildirirəm ki, bax, bu bizim, bilirsiniz, bu daha da sübut edir ki, bax, bu elə bil bu bizim mehriban ailəmizdir. Eləcə də orada. Niyə? Çünki aramızda Rəbb özü var idi. Aramızda İsa Məsih var idi. Eləcə də orada. Eləcə də orada. Və Həvari Paul yada salır ki, deyir, mənə qarşı heç bir haqsızlıq eləməmisiniz siz. Əksinə, siz məni qəbul etdiniz. Siz elə bil ki, məni yox, İsa Məsih, mənə baxaraq İsa Məsihi qəbul etdiniz. Bəs indi nə oldu? Bu xoşbəxtlik nə oldu bəs? Hara etdi? Gəlin, baxaq necə yazır. 15-ci ayədən deyir. İndi deyir, o xoşbəxtliyiniz necə oldu ki? Kimsə sizi yoldan çıxartdı,
kimsə yəqin ki, mənim haqqımda sizə dedi ki, sən o həvarini, sən o Paulu qulaq asma. Paul çox şeydir. Tövrətdə və bu müqəddəs yazıda belə yazılıb. Amma həvar Paul deyir ki, siz yada salın deyir. Dostlar, mən imana gələndə, bu 97-ci il idi, danışmışam sizə necə imana gəldim, yox? Danışmamışam ki. Bəlkə də danışmışam, onu da təkrar edim, olar? Çox sağ ol. Deməli, yox, tam ətraflı danışmayacağım. Mənim bir dostum var idi. O iman etdi. Amma mən ona xor baxdım. Mən ona qarşı durdum. Necə yəni, sən iman etmirsən, sən xristiyan olmusan, bəs sənin atan, anan, bəs biz, bəs dinin, belə. Nəysə mən ona xor baxırdım. Amma o mənə, bilirsiniz, heç bir söz demədi. Demədi ki, aynən sən niyə belə danışırsan? Yox, mənim üçün dua edirdi. Həm dua edirdi, həm də şəhadət edirdi. Rəbb İsa Məsih haqqında danışırdı. Və günlərin birində mən də onun kimi oldum. Mən də iman etdim. Əzizlərim, amma elə oldu ki, həmən dostum Rusiyata köçür. Mən onu ötürdüm. 1-2 ay keçəndən sonra birdən mənə yaxınlaşaraq deyirlər ki, xəbərin varmı? Bax, o dostun hansı ki, səni İsa Məsih ilə tanış etdi, o yolunu tərk edib. O daha imanlı deyil. Mən inanmadım. Mən elə bildim ki, kimsə istəyir ki, belə deyək də, qəlbimə də toxunsun və bəli, körrasın, pisləsin bizi, nəysə. Amma bir neçə vaxt keçəndən sonra valideynlərindən öyrənirəm ki, doğrudan da belədir. Doğrudan da belədir. Bu, Rusiyyətdə olaraq yoldan çıxır. Necə oldu, xəbərim yoxdur. Nəysə, bunun inciliyi də olub, bu ibadətə gəlmir, bu yolu tərk edir. Və bilirsiniz, onun üçün ürəyim necə yanırdı? Necə yanır? O məni, vaxtilə mən onu təhqir edirdim. O isə mənə bu yolu açdı, kömək etdi. İsa Məsih ilə tanış oldum. Mən İsanı qəbul etdim. O isə yoldan çıxıb. Əzizlərim, ondan bəri 7 il, 1 il yox, 2 il yox, 3 il yox, 7 il gecə-gündüz onun üçün dua edirdim. Hər gün onun üçün dua edirdim. Ya Rəbb, nə olar, onu qaytar. Harda qalıb, harda etib, məhv olacaq. Onu xilas et. O məni vaxtı ilə deməli, mənə kömək elədi, mən xilas oldum. İndi isə özü yoldan çıxıb. Ya Rəbb, nə olar, kömək elə. Hər gün, gecə, gündüz, səhər, axşam 7 il onun üçün dua eləyirdim, əzizlərim. 7 il. Və günlərin birində mənə zəng vururlar, qardaşım zəng vurur, deyir, xəbərim var, dostun Rusiyyətdən qayıdıb, 1-2-3 günlük qayıdıb, deyir. Və görmək istəyir. Yox, məni görmək istəyir, yəni söhbəti getmir. Deyir ki, nəysə bu sənədləri düzəltdirməlidir. 1-2 gündən sonra da çıxıb gedir. Mən də deyirəm, nə yaxşı. Zəng eləyim. İndi ev telefon nömrələrini bilirdim, zəng elədim. Onun səsini eşitdim. Mənim üçün xoş oldu. Dedim ki, çox istərdim ki, səninlə görüşüm. Bilirsiniz mənə nə dedi? İstəyirsənsə gəl. Mən gələ bilmirəm. Mən Sumqayıtda, o da Neftçalada. 200 kilometr məsafəmiz var. Gəlmək istəyirsənsə gəl. Mənim vaxtım yoxdur ki, gəlim sənlə danışım. Əgər istəyirsənsə gəl. Mən o saat yoldaşıma deyirəm ki, mən çıxıb gedirəm. Deyir, hara gedirsən? Deyirəm, rayona gedirəm.
İndi bəli, indi gedirəm. Spontanla. Bəli, birdən. Nəysə, yola çıxdım. 3 saatdan sonra, təxminən 3 saatlıq yoldur, Neftçalıya gəldim. Mən onunla görüşürəm. Görüşdüm. Qucaqladıq bir-birimizi. Neçə il, 7 ildir bir-birimizi görmürdük. Söhbət edirik oradan, buradan. İndi bu da mənlə yəni bu söhbəti açdı, dedi ki, öz acığını bildirdi. Bax, filan yerdə, filan günü belə olub. Nə bilim, o qədər inciliklər var idi ki, deyir, bu olub, o olub, o olub. Mən də qulaq asıram. Diqqətlə qulaq asıram. Bəlkə 2 saata yaxın qulaq asırdım. O qədər danışırdı ki, o qədər danışırdı. Mən isə ürəyimdə dua edirdim, ya Rəbb, nə olar? Mən 7 ildə onun üçün dua edirdim. Bəlkə də bu gün hələ sənin haqqında bir-iki kəlmə söz deyim. İmkan verirdi ki siz... İmkan vermirdi. İmkan vermirdi. Nəhayət, bu 1-2 saat danışandan sonra deyir, yaxşı, bəs sən niyə susursan, mənə bir söz demirsən? Bilirsiniz nə dedim ona? Dedim ki, adı Volodya idi. Deyirəm, Volodya, biz çox danışmayacağım. 1-2 kəlmə söz demək istəyirəm. Yadva sal ki, mənə danış. Yadındadır, sən İsa Məsih ilə necə barışdın? Mənə baxır, susur. Deyirəm, yadındadır, necə iman etdin, necə tövbə etdin, necə də xoşbəxt edin. Yadındadır. Bundan sonra da yadındadır, mən səni necə təhqir edirdim. Yadındadır, sənə qarşı nə sözlər danışırdım. Yadındadır. Elə danışıram mən ona. Sonra da deyirəm, yadındadır, mən imana gələndə sən mənim üçün necə sevinirdin. Yadındadır. Necə də Rəbbə minnətdarlığı bildirirdi. Yadındadır, necə biz bir yerdə dua eləyirdik. Yəqin ki, yadındadır. Və yenə də deyirəm, yadındadır, İsa ilə necə görüşdü. Başqa sözlə, bax, burada necə yazılıb ki, indi o xoşbəxtliyiniz nə oldu? Hardadır o xoşbəxtlik? Yəni, hələ də danışırdım, soruşurdum da, yadındadır İsa ilə necə görüşdün. Və dedim ki, mən Rəbbə çox minnətdaram. Ona görə ki, sənin vasitənlə mən İsanı tanıdım. Sənin vasitənlə mən bu həqiqi yolu tanıdım. Sənin vasitənlə mən bu günahlı həyatdan azad oldum. Sən olmasaydın, bəlkə mən bu günə qədər harada olardım, nə edərdim, xəbərim yoxdur. Nə yaxşı ki, Rəbb sənin vasitənlə mənim qəlbə, ürəyimə toxundu. Deyirəm, Volodya, nə yaxşı ki varsan. Çox sağ ol sənə deyirəm. Onunla da biz rastlaşdıq, üzr istəyirəm, əlvidalaşdıq. Sağ ol dedik. Səhər də mən çıxmalıydım, artıq yola düşməliydim. Görürəm ki, anam gildə qaldım, gecələdim, anam rayonda qalır. Birdən görürəm ki, səhər gəlir, bizə gəlir. Gələndə Rauf, çıxıb getirsən, deyirəm, bəli. 5 dəqiqə mənə vaxt ayır. Deyirəm, buyur. Hələ onu deyən kimi gördüm ki, dizlərini çöküb ağlamağa başladı. Höngür-höngür ağlayırdı. Ya Allah, İsa, məni bağışla ki, İblis məni yoldan çıxartdı. Doğrudan da mən xoşbəxt idim. Mən bu xoşbəxtliyi itirdim. Mən də onunla bir yerdə ağlayırdım orada. Ya Rəbb, 7 il mən onun üçün dua edirdim. Dualarımı eşitdin. Biz bilirsiniz necə dizlərimizi çöküb qucaqladıq bir-birimizi. Bax, əziz qardaş kimi qucaqladıq, ağlayırdıq. Sonra da mən xahiş elədim, özümlə bir şəkil çəkən aparatı var idi. Mən dedim, Volodya, icazə ver, bir qalsın da xatirə kimi olsun, şəklimizi mama çəksin. Hə, buyur. Elə qucaqladıq, o şəkil bugünə kimi hələ mənim evimdədir. Şəklimizi mama çəkdi. O insan imanlıdır. Qulaq as. Dostlar, mən çıxıb getdim.
Mən dedim ki, əlaqə saxlayaram səninlə. O da dedi ki, əlbəttə ki, biz əlaqə saxlayarıq. O da çıxıb gedir. Üstdən bir həftə keçdi. Birdən xəbər gəlib çatdı Valodya dünyasını dəyişib, öldü. Xilas oldu, getdi. Qansızma oldu başında, insult vurdu, öldü. Hə, Amma nə yaxşı ki, tövbə elədi. doğrudan da bu 7 il ərzində Rəbb bilirdi ki, onun ömrünə nə qalıb ki? Onun ömrünə cəmi bir həftə qalıb. Onu bura göndərdi. Sizlə görüşdüm. Mən də onunla görüşdüm. Xilas oldu, getdi. Bir yerdə dua elədik. O da qayıtdı. Əzizlərim, baxın burada necə. Siz deyir, elə bil məni deyir bir mələk kimi, bir Məsih İsanı kimi Məsih İsanı qəbul edərək, bax eləcə də məni siz qəbul etdiniz. Deyir, bəs indi bu xoşbəxtliyiniz hardadır? Ey Qalatiyalar, yadınıza salın siz necə Rəbb ilə görüşmüsünüz. Əzizim, əziz qardaşım, əziz bacım, yadıma sal, bax burada dizlərimi çəkib Rəbbə dua eləyirdin. İsa Məsih məni bağışla, mən səni Rəbb kimi qəbul edirəm. Nə oldu? Hanı o xoşbəxtlik? O xoşbəxtliyin hardadır? Bu əyri nəsildən xilas olun. Və o ki, mən bayaq danışdım, Həvari Paul çox zəif idi, cismən zəif idi. O ki, onu daşqaladılar, ola bilsin ki, gözünə toxundular, gözü doğrudan da zəif idi, görə bilmirdi. Kim bu məktubu oxuyubsa, axırda Həvari Paul deyir ki, mən deyir, böyük hərflərlə, öz əlimlə bu məktubu yazıram. O biri məktubları özü yazmırdı. O tapşırırdı, yəni ki, o deyirdi, onun yerinə də onunla olan yəni qardaşlar həmən o məktubları yazırdı. Burada isə bu öz əlləri ilə bu məktubu yazır. Və deyir ki, sizin haqqınızda şəhadət edirəm ki, əgər mümkün olsaydı, deyir, gözlərinizi çıxarıb mənə verərdiniz. Görün, necə də məhəbbətlə yanaşırdılar. Məgər sizə həqiqəti söylədiyim üçün sizin düşməniniz oldum mən. Mən bu həqiqəti sizə söyləyirdim. İndi düşmən oldum və yada salır, deyir. Bu xoşbəxtliyiniz doğrudan da hardadır? Əzizlərim, nə yaxşı ki, Rəbb İsa Məsih Həvari Paulu vadar etdi ki, bax bu məktubu yazsın. Bu məktubu yazdı. Mən elə başa düşürəm ki, bu məktub doğrudan da çox böyük təsir etdi Qalatiyalara və bugünə qədər də təsir edir. Bugün biz də varıq. Biz də o insanlar kimiyik. Amma necə ki, Həvari Paul deyib, yalvarıram, deyir, qardaşlar, deyir, mənim kimi olun. Çünki mən də vaxtilə sizin kimi oldum. Qoy Rəbb bizə hamımıza kömək olsun. Amin.